Değerli hörmətli YouTube izləyiciləri, Mercedes 190 həvəskarları sizlər üçün Göyçay maşın bazarında ağ rəngdə Mercedes 190 markalı avtomobilin çəkisini eləyəcəm. Maşın sahibi çox uzağa getmə, üzün göstərməyi istəmədi, qısa bir məlumat alacaq. Salam aleyküm qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci il? 87. Ay maşallah. Avtomat karavka 2 motor. 2 motor avtomat. Yağ yemək. Yağ yeməyi falan. Problemləri Problemlər yoxdur. yoxdur. Avtopasos dəyişilmir. Avtopasos dəyişin. 50 manat xərci var. Yəqin ki, Öz orada adıma. qiymətdən endirim olunacaq. olunacaq. Öz adındadır dedim. Qalba. Ee, Sigorta təzə alınıb. aha. Aha, Tex Motor sigortası Tex motor avqustda olmalı. avqustda olmalıdır, amma sigortası yeni olunur, belə deyək. 3 gündə olundu. Qiymət nədir? Qiymət 109-a deyirəm. 3900-ə deyirsən, yəqin endirim eləyəcəksən və dedim barter var. Var. Hansı maşınlarla? 06, 07, Bazdan. bazlarla öz dəyəri qiymətində, yoxsa üstündə pul almaq olar maşının? Fərqi yoxdur. Yəni fərqi yoxdur. Telefon nömrə deyəcəksən? 050 Aha. 779 69 38. 050 779 69 38. Adın? Adım Sarif. Sarif. Ay maşallah, nə maraqlı adım var Sarif. Adı ilə böyüyəsən, ucalasan inşallah. Harda baxmaq olar Sarif? Kürdəmir. Kürdəmir əhalisinə salam olsun. Heç nə, çəkək göstərək Sarif. Sən aralaş, üzün göstərmək, ümumiyyətlə video düşməyi istəmir qardaş. İlə 87 2 motor avtomat. Motor, karovka maşın sahibinin verdiyi məlumata görə ideal vəziyyətdədir, problemsizdir. 3900 manat start qiymət, real alıcı endirim olacaq. Bir dənə avtopasos dəyişilməlidir. Onun da maşın sahibi qeyd elədi ki, yəni belə deyim 50 manat dedi xərci var. Onu da ya qiymətdə nəzərə alacağam, ya da axırı bir yəni qərara gələcəklər. Aha, vuruğu udarı maşın sahibi qeyd eləmişdi ki, yoxdur. Mən belə maşın sahibini əvvəl danışdırmışam. Ona görə yəni ona əsasən deyirəm. Salon yaxşı vəziyyətdədir. Baxırıq, avtomat sürətlər qutusudur. Bir dənə buranı qaldırırsan, mən səni çəkməyəcəm. Qaldır buranı, mühərrik yerin. Zavod blomu üstündə. Aha, zavod blomu. Qəfillər üstündə. Aha. 2 motor. Dəyişən yoxdur, kraska da dəymir. Aha. Detal dəyişikliyi olmayıb, maşın sahibi qeyd elədi. Kraska da dəyməyib. Qəşəng bir nömrəsi də var, 64. Nömrə qalır üstündə. Sarif. 64014. Belə çəkdim, göstərdim. Maşın sahibi Sarif qardaşımız da məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, bu qapılarda mən həmişə ilişirəm. Sarif qardaş, nömrə qeyd elədi. Mən də təkrar elədim o nömrəni. O nömrəyə zəng vuraraq həm bu 190 haqqında ətraflı məlumat ala bilərsiniz, həm də gəlib